Salam əziz müştərilər. Bugün sizə Papaq termopress aparatından olan yeni model təqdim etmək istəyirəm. Avadanlığımız ən flaqman modeldir. Papaq termopresslər arasında yaxınlaşın, zəhmət olmasa operator xanımımızdan xahiş edir yaxınlaşsın. Deməli, avadanlığımız Frisab şirkətinə aiddir. Burada da yazılıb. Bəzi müştərilər istəyirlər ki, məhz Frisab olsun. Ekranı touchscreen ekrandır. Burada gəlin göstərim sizə istifadə qaydasını da göstərim. Ekranı çox sadədir. Söndürüb yandırmaqdır. Biz burada ayarlamaq üçün rejimləri var. Bu zamanı ayarlamaq üçündür. 30 saniyə qoyaq. Bu temperaturu ayarlamaq üçündür. Çox qaldırmayaq temperaturu. 150 eləyək. Hələlik bəsdir göstərmək üçün. Tamamdır. Seçdik. Burada rahat. Avadanlığın özəlliyi var. Onu göstərim sizə. Bax necə qoyulur. Məsəl üçün 147 dərəcədir. 150-yə çatanda səs eləməlidir ki, yəni lazım temperatura çatdı. Bu modeldə səs eləmir. O birisi modellərdə eləyirdi. Neçə modeldə səs eləmədi. 150 temperatura çatdı, dayandı. Yəni burada işıqları yanan, sönən işıqlar olur. O artıq stabil vəziyyətdə dayanır. Məsəl üçün artıra bilərik. 160 eləsən. Tamam, görürsünüz, şimdi 160 olandan sonra işıqlar artıq yanmayacaq. Yəni sönür ki, artıq o temperatura çatdı. Hər modeldə bir olduğuna görə. Tamam, hazırdır. Papağı belə qoyuruq bu şəkildə. Özəlliyi ondan ibarətdir ki, papağı naçaşka vermək üçün papağa, yəni bu hissəsinə naçaşka vermək üçün belə bir, tam eləməmişdim. Belə bir hissəsi var, görürsünüz, tam bu hissəsi. Papağın o qədər keyfiyyətli papaq deyil, onu da neçə dəfə istifadə eləmişəm mən artıq göstərmək üçün. Naçaşka elədi, buradan belə naçaşka yeri var, qoyulur, sıxılır. Avtomatik geri sayım başlayır, 30-dan aşağı düşür, geri sayımı başladı, say bitəndən sonra da avtomatik dayanır. Digər özəlliyi ondan ibarətdir ki, biz papaq əgər siz köynəklər üçün bu sinə hissəsinə loqolar vurursunuzsa, bu aparatla da eləyə bilərsiniz. Yəni əlavə termopress almağa ehtiyac yoxdur. Bunun belə bir başlığı da var. Papağın yerinə o salınır, çox rahat da dəyişilir və alt hissəsi də bunu qoyuruq. Səs elədi, vaxtımızdır. Biz qaldıraq. Tamamdır, qaldırdıq. Görürük necə. Dəqiq, çox eləyib. Dediyim kimi, bunun bu hissəyə çıxarır, bu hissəsi buradan çıxır, yerinə bu hissə taxılır, alt hissəsi də çox rahatlıqla dəyişilir, belə bir düz hissə taxılır. Əgər köynəklərdə loqolar eləmək istəyirsə, bu aparatla çox rahatlıqla eləyə bilərsiniz. Yəni, 2 aparat almağa ehtiyac yoxdur, bir aparat alırsınız, hər iki işi görür. Avadanlığımız çox keyfiyyətlidir, zəmanət verilir, servisi var, ehtiyat hissələri var. Əgər sizə avadanlıq maraqlı gəlsə, bizim ofisə yaxınlaşıb tanış ola bilərsiniz avadanlıqla və yaxud Sublimaz saytına daxil olub, sayt üzərindən həm sifarişinizi verə bilərsiniz, həm digər məlumatlara, texnik göstəricilər haqqında məlumat ala bilərsiniz. Məndən bu günlük bu qədər. Əlavə sualınız varsa, YouTube-da göstərilən nömrə ilə də əlaqə saxlaya bilərsiniz. Təşəkkürlər, çox sağ olun. Növbəti videolarda görüşərik.